Ya Allah. Danış Emin. Ev sahibi Naxçıvana köçür. Salam əzizləyicilər. Sizə 2 mərtəbəli, geniş, setkası olan həyət evi təqdim edirəm. Qardaşa deyirəm ki, bu şəraiti niyə qoyub gedirsən? Deyir qardaş, gedirəm Naxçıvana, Şərura, Culfaya Şərura. Ya Culfaya ya Şərura, eşitmədim. Amma bura mas hazırdır. Bura Naxçıvan deyil, dəyərli izləyicilərimiz. Bir şey girdi var, problem deyil. Gəl çıx bayra, gəl çıx bayra. Çıx bayra. Deməli, dəyərli izləyicilərimiz, zarafat bir yana, ev sahibi bütün əşyalarla birlikdə evdə nə görürsüz qalır. Evin də torpağın da kupçası olan, baxın bu evi neçəyə satır? 125 min manata satır. 125 min manata. Qonaq otağı. Bura baxır. Geniş bir qonaq otağı. Evdə nə Hətta var? televizyon kimi verir. Qəşəng. Daha görmədi, eşkiyə dünyaya hökmdar olmaz, bəli, olmaz. Belə, evdə nə görürsünüz qalır. Yəni ki, istifol da. İstifol da, paket kupçadır. Hər mərtəbənin hamamsanız eləyib. Qardaş, əşya götürərsən nəsə? Əşya götürəcəksin yoxsa tamaşa? Tam əşyalı ya elektronika falan götürəcəksiniz? Tam əşyalı, tam əşyalı qardaş. 125 minə, 125 minə. Yəni bu əziyyəti çölə atır qardaş. Məktəbin yaxınlığında yerdəki. Məktəbə çox yaxındır, hə mi? Bəli, çox. Nə qədər yaxın olar? 150-200 metr. Hə. Bura ikinci mərtəbənin kaldırı. Hamamsanız el. Sanitar qurulu. Qoşa kubikdir, qoşa kubikdir. Mərtəbə arası monolit betondur. Bəli. O görürsünüz, mərtəbə arası monolit betondur. Sonra Burası uşaq otağı. nə qəşəng, nə şirin. Qəşəng. Uşaq olmaq istədim. Deməli burada eyvana çıxışır. Burası yataq otağımız, evin. Burada bir yataq otağı, burada Burada ikinci yataq otağı. digər yataq otağı. Yataq Əla otağı evdir. var. Əla evdir. Eyvanı da göstərək. Eyvan. 125 min manat. Ha, yaşa da eyvanı. Hadi görək. Ha, o birisi ilə. Quyudan su çıxardırsan, ha? Qəşəng eyvan var. Genişdir, əladır. Belə, 125 min masajır qəsəbəsi. Satırı, Abşeron ayın masajır qəsəbəsi. Sağ ol qardaş. 6 nömrə məktəbin yaxınlığı. Sağ ol. Sağ olun, salamat. Sağ ol.